получается, здесь уже, скажем так, похоронены города Физули старейшины, ziyalılar. Səyyad müəllim. Anasıdır Zərif nənə. Aha. Bu da oğludur Əhməd. Aba oradaki mezar. O onun qardaşıdır. Şəmşəd nəmədir? Yanındakı da Saray nənə qohumlarıdır. Şəmşəd nəmə də ziyalı adam olsun. Вот посмотрите, шахиды, муж и жена. Муж и жена. Оба погибли, это мирные жители были? Не. Они военнослужащие были. Военнослужащие был. Просто его жена там, вместе с ним служила, da tipa belə deyək. O orada ya indi burada çox şeylər var ki, demək olmur. Yəni nə mənada demək olmur ki, o qeyrətli oğlan o xanımı vermədi erməniyə. Aha. Özün şəhid etdi, o da şəhid etdi, amma vermədi erməniyə. Elə bir qeyrətli oğlandı, onun da bir qardaşının oğlu da şəhid oldu. Allah rəhmət eləsin. Zabit idi. Çox deyirsən, gözəl qeyrətli nəslin nümayəndələridir bunlar. Bu iki nəfər isə 1991-ci ildə bunları Karapakin yolunda o Gəncə Texnikumunda oxuyurdu mübariz. Yolda gələndə ermənilər bunlara tuzaq qurdular. Güllələdilər. Adil taksi şoförü idi. Bu da ondan əlavə də iki nəfər vardı. O iki nəfər gizlənib qaça bildilər. Bu ikisi orada şəhid oldu. İndi onların məzarını düzəldirlər. Onların məzarı başqa yerdə. Gətiriblər bura. Orada elə bil yolca çəkilirdi, eləyirdi. Ona görə söhətlər gətirdilər, burada qurdular. Füzuli rayonunun ilk şəhidlərindəndirlər bunlar. Allah рахмет eləsin. Печально эта картина вообще, все это наблюдать. Nerede bulmuş ki bu stolları?